Salam cənab ailə başkomandan, cənab İlham Əliyev. Mən Vətən müharibəsi iştirakçısıyam. Baxa bilərsiniz, verdiyiniz, tərtib elədiyiniz medallardır. Tərtib elədiyiniz medallardır cənab ailə başkomandan. Və şəhid qardaşıyam, şəhid ailəsi. Mənə qardaşım bu döyüşlərdə, 44 günün müharibəsinin döyüşlərində iştirak edib və qəhrəmancasına şəhid olub. Mən də Şuşanın azad olunmasında qəhrəmancasına iştirak eləmişəm. Cənab Ali Başkomandan, mən 2023-cü ildə Azərqaza daxil olmuşam imtahanla və buna baxmayaraq bu yaxınlarda daxili imtahan keçirildi. Hər bir kəsin adı gəlib. Şəxsən mənim öz adım gəlməyib. Bir neçə nəfərin də adı gəlməyib. Şəxsən mən öz adımdan danışıram. Mənim adım gəlməyib. Buna baxmayaraq neçə dəfələrlə Gəncə Regional Qaz İstismar İdarəsinə yaxınlaşmışam. Hələ ki bildirirlər ki, sən adın yoxdur. Belə məlumu olur ki, bir-iki aya məni işdən azad eləyəcəklər. Cənab Ali Başkomandan, sizin həmişə şəhid ailələrinə, qazilərə, vətən müharibəsi iştirakçılarına həmişə qayğınızı, dəstəyinizi göstərirsiniz, göstərməyə də davam edirsiniz. Çox sağ olun, öz adımdan, ailəm adımdan öz təşəkkürümü bildirim sizə və ailənizə. Cənab Ali Başkomandan bildirmək istəyirəm ki, siz həmişə deyibsiniz ki, şəhid ailələri, qazilər və vətən müharibəsi iştirakçısı işdən təmin olunsunlar. Və buna baxmayaraq, sizin dediyiniz sözlərə əməl eləmirlər. Azərqaz və Soka şirkəti. Budan xahiş edirəm, cənab Ali Başkomandan, bununla bağlı bir ölçü götürəsiniz. Mən öhdəlimdə 2 övladım var. Biri məktəbə gedir. Atam infarkt keçirdib, qardaşım şəhid olandan. Anam rəhmətə gedib, özüm yetim uşağım. Budan Sokarın rəhbərliyinə, Rövşən Nəcəf cənablarına üzümü tutub deyirəm. Yəqin ki, Rövşən müəllim, xəbəriniz yoxdur və ya da xəbəriniz var. Bununla bağlı bir ölçü götürəsiniz. Bildirmək istəyirəm ki, məni işdən azad eləmək istəyirlər. Adım siyahıda gəlməyib, əmrləşdirilməyib. Əmrdən kənardayım. Budan üzümü tutub vitse-prezident Ziba Mustafayeva səslənirəm. Eşitdiyimə görə sizin də 2 övladınız var. Ziba xanım, vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə qayğınız var, eşitdiyimə görə. Xahiş edirəm. Mən özüm vətən müharibəsi iştirakçısıyam, yenə deyirəm. Şəhid qardaşıyam və buna baxmayaraq məhəlliyəni qoymurlar. Azərqazın baş direktoru Ayzər Məmmədova səslənirəm. Cənab Ayzər müəllim, oktyabrın 1-in mən Bakıya gəldim. Azərqaza, Başminiyə. Mühafizəçilərdən soruşdum ki, Ayzər müəllim buradadır. Mən özüm Azərqazın əməkdaşıyam, işçisiyəm, üzr istəyirəm. Dedilər ki, xeyr. Köməkçisi buradadır, xeyr. Mavini buradadır, xeyr. Azərqazı kim idarə eləyir Bakıda? Yəqin ki, siz idarə eləyirsiniz də, Ayzər müəllim. Baxın, Cəmaillə nömrə atıbsınız. 012-521-22-01. Bunu Azərqazda işləyəndən, Sokarda işləyəndən bu nömrəni bilirlər kimdir. Bu nömrəyə zəng vururam, deyib bu nömrə ilə əlaqə saxlamayın. Bu nömrəyə zəng vurmayın. Ayzər müəllimə Cəmaillə mesaj yazmışam. Ayzər müəllim də deyib ki, bu nömrə ilə əlaqə saxlayın. Bu nömrə ilə də əlaqə saxlayırıq. Deyirlər ki, bu nömrəyə zəng vurmayın. Və şikayətimizi kimə bildirək? Cənab Ayzər Məmmədov, cənab Rövşən Nəcəf cənabları, mən bu vətəndən ötəri döyüşmüşəm da, bu xalqımdan ötəri döyüşmüşəm, sizlərdən ötəri döyüşmüşəm.
Sizlərdən ötən canımı yəni fədaya eləmişəm. Bir qardaşım şəhid olub. Özüm vətən müharibəsi iştirakçısıyam. Dişim protezdir, qarnım cırıq-cırıqdır. Sizlərdən ötürü olub da, ailəmdən ötürü olub, vətənimdən ötürü olub. Amma siz həmişə qayğınızı yəni göstərirsiniz. Bu yəni belə, niyə belə olsun? Atam yəni infarkt keçirdi, qardaşım şəhid olandan. Yəni göstərə bilərəm. Anam gözəl. Buyur baba, danış. Yoldaş prezident. Mən infarkt keçirmişəm. Bir dənə gözümü tikmişəm bu oğluma. Oğlumu da işdən çıxardırlar. Qaz idarəsindən. Xahiş edirəm səndən buna göstəriş verəsin. Siz verdiyiniz göstərişləri heç kim əməl edəmir. Heç kim əməl edəmir. Xahiş edirəm səndən. Mən özüm xəstə adamam. Gözümü bu oğluma tikmişəm. Vaxtınızda yəqin ki, atamdır, şəhid atasıdır. İnfarkt keçirdi. Buradan yenə səslənirəm. Rövşən Nəcəf cənablarına. Rövşən Nəcəf cənabları, xahiş edirəm. Mən eşitdiyimə görə şəhid ailələrinə və qazilərə öz böyük diqqətiniz var. Və biz bunu yəni görürük. Hər noyabr ayını yəni görürük. Çox sağ olun. Amma ki, adım əməlləşdirilməyib. Mən özüm qəza bərpa xidmətinin silingəriyəm. 5-ci dərəcəli. Məni işdən azad eləmək istəyirlər. Buradan üzümü tutub Ziba Mustafayevaya səslənirəm. SOCAR-ın vitse-prezidenti. Məni işdən azad eləmək istəyirlər. Vətən müharibəsi iştirakçısını və şəhid qardaşını işdən azad eləmək istəyirlər. Adım əməlləşdirilməyib. Buradan üzümü tutub Ayzər Məmmədova səslənirəm. Ayzərqazın baş direktoru. Yəqin ki, mən üzümü yəni görürsünüz, Ayzər müəllim. Telefonunuza da zəng eləyirəm, telefonu yəni açmısınız. Vətən müharibəsi iştirakçısıyam. Qardaşım şəhid olub, atam infarkt keçirdi. Yəni, heç mi yəni hörmət yəni yoxdur bu ölkədə şəhid ailələrinə, qazilərə, vətən müharibəsi iştirakçılarına. Mən də bu vətənin bir oğluyam da, mən də bu vətənin bir parçasıyam. Gəlirim, oktyabrın 1-i gəlmişəm Bakıya. Hamı orada deyir ki, hamı deyəndə, yəni mühafizəsi deyir ki, Ayzər müəllim yoxdur, müavin yoxdur, köməkçi yoxdur, bir dənə kadrlar var. Yəni Ayzərqazı hansı müdür, yəni hansı direktor yəni idarə eləyib, bilmirəm. Mən də bilirəm, siz də şəhid oğlusuz. Allah atanıza rəhmət eləsin, xəbərim var. Amma mən də şəhid qardaşıyam. Özümlə vətən müharibəsi iştirakçısıyam. Ağzımda tiklərim protezdir. Qarnım 5 dənə yerdən cırıqdır. 2 dənə övladım var. Sizin də 3 dənə övladınız var. Öhdəlimdə 2 dənə övladım var. Çətinliklə yəni dolanlıq. Yetim yəni uşağım, anam yəni yoxdur. Ata ümidinə qalmışam. Yəni belə eləməyin yəni səbəbin yəni nədir? Xahiş edirəm. Buradan ölkə başçısına yəni səslənirəm. Cənab ailə baş komandana. Siz həmişə şəhid ailələrinə diqqət və qayğı yəni göstərirsiniz. Vətən müharibəsi iştirakçılarına, qazilərə diqqət və qayğı göstərirsiniz. Xahiş edirəm. Cənab ailə baş komandanın bir ölçü yəni götürəsiniz. Bu SOCAR-la, Ayzərqazla yəni bağlı. Vətən müharibəsi iştirakçısını, şəhid qardaşını yəni işdən yəni çıxardırlar. Siz həmişə deyirsiniz ki, hər çıxışınızda Cənab ailə baş komanda işdən yəni təmin o yəni olunsunlar. Amma bunlar yəni əksinə yəni edir. Adım əməlləşdirilməyib. 3 ildir yəni işləyirəm. Hamının əmri gəlib, bir neçə nəfərin və şəxsən mənim özümün adım yəni gəlməyib. Bununla bağlı xahiş edirəm Cənab ailə baş komandan. Bir ölçü götürəsiniz. Diqqətinizə görə çox sağ olun.